بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله على نبينا محمد وعلى آله وصحبه أجمعين ومن تبعهم بإحسان إلى يوم الدين Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdətən min lisani yefqahu qavli. Əziz qardaşlar, Allah Teala bu məclisə hər birimiz üçün faydalı etsin. Və qiyamət günü bizim xeyrimizə etsin. Deməli, əziz qardaşlar, hər bir müsəlman bilməlidir ki, Allaha ortaq qoşmaq ən təhlükəli əməldir. Və hər bir müsəlman da bunu bilir. Və Allaha ortaq qoşmaq deyildikdə iki növü var bunun. Böyük şirk və kiçik şirk anlayışı. İnsan daima Allahdan sabitlik istəməlidir. Şirkə düçar olmamaq üçün, şirkə bulaşmamaq üçün, Allahın dini üzərində sabit qalması üçün daima Allahdan sabit qədəm olmağı diləməlidir, istəməlidir. Çünki insanın halı dəyişir, əziz qardaşlar. İnsan bilmir. Peyğəmbər sallallahu aleyhi və səlləmin ən çox etdiyi dualardan olub. Həyat yoldaşı Ummu Sələmə buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləmin ən çox etdiyi dualardan olub ki, ey qəlbləri sevirən Allahım, qəlbimi dinin üzərində sabit et. Fikir verin duanın əzəmətinə. İnsan daima Allahdan sabitlik istəməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı etdikdən sonra ey qəlbləri sevirən Allahım, qəlbimizi öz dinin üzərində sabit et. Ummu Sələmə radiyallahu anhə deyir ki, ya Rasulallah, məyər deyir, qəlblər çevrilir ki, Allah Rəsulu buyurur ki, bəli, qəlblər çevrilir. Elə qəlb yoxdur ki, Ər-Rəhmanın barmaqlarından iki barmağın arasında olmasın. Yəni, qəlblər daimi çevriləndir və buyurur ki, hədisdə Allah Teala necə istəyir, elə də edir ki, istədiyini doğru yola yönəldir və istədiyini isə doğru yoldan uzaqlaşdırır. Və sonra fikir verin, əziz qardaşlar, ümumiyyətcə şirkin, necə ki, alimlər qeyd ediblər, növləri var. Həm böyük şirk, həm kiçik şirk. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrə görə şirkin kiçiyindən belə qorxardı. Diqqət edin, hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur, İmam Əhmədin Musnəd əsərində gəlir və digər əsərlərdə qeyd olunur. Buyurur ki, səhabələrə, deyir ki, mən sizin üçün kiçik şirkdən qorxuram. Səhabələr deyir ki, ya Rasulallah, kiçik şirk nədir? Buyurur ki, riya. Və alimlər bu barədə deyirlər ki, baxın, Allah Rəsulu sahabələrə görə kiçik şirkdən qorxurdu. Hansı ki, onlar ibadət və itaət məqamında ən yüksək zirvədə idilər. Baxmayaraq ki, buna baxmayaraq Allah Rəsulu onlar üçün qorxurdu. Şirkin kiçik növüdür. Yəni, riya şirkin növlərindəndir. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki, siz, yəni səhabələr üçün, o şirkdən qorxduğu üçün və müəllif qeyd edir ki, indi baxın, onlar ibadət və itaətdə necə yüksək məqamdaydılar və onlardan aşağı olanların halı necədir? Həqiqətən. Çünki başqa bir hədisdə Ədəbil Mufrad əsərində Peyğəmbər sallallahu aleyhi və səlləm qeyd edir ki, Ləşşirku fikum əxfə min dəbibin nəml. Deyir ki, şirk qarışqanın yeriməsindən daha gizlidir. O qarışqanın hərəkətindən. Kim bilir qarışqanın yeriməsini, kim eşidir, kim görür? Ən kiçik bir məxluqdur. Və baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, şirk qarışqanın yeriməsindəndir, daha gizlidir. Və sahabələrdən bəzisi deyir ki, ya Rasulallah, əvəleysə şirku, ya Rasulallah, ən yəttəxidə niddən məallah və huvəl xaliq. Deyir ki, ya Rasulallah, məyər deyir, şirk Allahla yanaşı başqasını Allaha tay tutmaq deyilmi? Və hansı ki, o xaliq olduğu halda, o yaradan olduğu halda.
Baxın nə deyir Rasulullah. "Vəllazi nəfsi biyadihi leşşirku fikum əxfə min dabibin naml." Deyir ki, nəfsim əlində olan Allaha and olsun ki, nəfsim əlində olan Allaha and olsun ki, şirk qarışqanın yeriməsindən daha gizlidir. Bu nəyi göstərir? Deyir ki, yəni fikir verin, bu elə bir şeydir ki, insanın daxilində olur, gizlində olur. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Ələ ədullukum alə şeyin izə qultumuhu əzhəbəllahu ankum qaliləşşirk və kəsiruhu." Fikir verin, sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizi elə bir şeyə yönəldimmi ki, siz onu söyləməklə, onu söylədiyiniz təqdirdə Allah Teala sizdən şirkin kiçiyini və böyüyünü aradan qaldırar, yox edər. Buyururlar ki, bəli ya Rasulallah, o nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu şəkildə söyləyin. Allahümmə innə nə'udu bikə ən nüşrikə bikə və nəhnu na'ləm. Allahım, biz bildiyimiz halda sənə ortaq qoşmaqdan sənə sığınırıq. Və nəstəğfiruka limə lə na'ləm. Eləcə də biz səndən bağışlanma istəyirik. Bilmədiyimiz şeyə görə səndən bağışlanma istəyirik. Fikir verin, bu dua əzəmətli bir duadır əziz qardaşlar. Yəni, insan daima Allaha dua etməlidir. Şirkə düçar olmamaq üçün. İstər böyük, istər kiçik şirk. Baxmayaraq ki, kiçik şirk insanı millətdən çıxartmasa, İslam ümmətindən çıxartmasa belə, lakin Rasulullah qorxurdu səhabələr üçün. Çünki, və baxın, nə üçün qorxurdu? Peyğəmbər sallallahu aleyhi və səlləmdən bəzi xəbərlər varid olub. Rəvayətlər gəlib ki, özündən sonra insanlardan bir qismi, xüsusən hədisdə qeyd olunur ki, ümmətindən bir qismi bütlərə ibadət edəcək. Baxın, hədisdə nə deyir? Abu Davudda gələn hədisdir. Lə təqumus saatu həttə təlhəqə qəbailu min ümməti bil müşrikin və həttə ta'budə qəbailə min ümmətil əvthən. Buyurur ki, ümmətimdən bəzi qəbilələr müşriklərə qoşulmayana qədər və eyni zamanda da bəzi qəbilələr bütlərə ibadət etməyənə qədər qiyamət qopmaz. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətim kəlməsini işlədir. Yəni, hansı zamanda olacağını Allah bilir. Lakin bu onu göstərir ki, yəni, insanın şirkə düçar olması baş verə bilər və Peyğəmbər sallallahu aleyhi və səlləm açıq aydın bildirir ki, ümmətimdən bəzi qövmlər Allaha ortaq qoşanlara qatılacaq və həmçinin bütlərə ibadət edəcək. Başqa bir hədisdə diqqət edin nə deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Buyurur ki, hədisdə, deyir ki, siz özünüzdən əvvəlkilərin yolunu qarış-qarış, ölçü-ölçü deyir, tutub gedəcəksiniz. Fikir verin hədisə. Hətta onlar kərtənkələ yuvasına girsələr belə, siz də eləcə girəcəksiniz. Bu nəyi göstərir? Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm açıq aydın bilir ki, yəni, hər hansı bir zamanda olmasından asılı olmayaraq, bəzi kimsələr, necə ki, Allahın dinindən uzaq düşən kimsələr ki var, ümmətindən bəzi kimsələr ona düçar olacaq. Sahabələr hədisin ardında deyir ki, ya Rasulallah, yəni, bunlar deyir, Yahudilər və Xristiyanlardırmı? Bunları mı qəsd edirsən? Deyir ki, bəs kim? İndi yeri gəlmişkən, indi yadıma o düşdü, həqiqətən çox acınacaqlı haldır və bizim cəmiyyətdə də. Bir insan özünə müsəlman deyir, amma baxırsan ki, Xristiyanların yolunu, adətini təqib edir. Və bu acınacaqlı bir haldır. Cəmiyyətdə bu şeyi görürük və insan təəssüflənir. Yəni, insan əgər özünə müsəlman deyir, özünün müsəlman olmasını etiraf edir, gözəl, lap əla. Amma necə sən Xristiyanın adətini, Xristiyanın bayramını, Xristiyana xas olan adət-ənənəni icra edirsən? Yəni, müsəlman deməklə bu uyğun gəlmir axı. İnsan Allahdan qorxmalıdır. Əgər sən özünə müsəlman olmanı iddia edirsənsə, o zaman Xristiyanın yoluna tabi olmamalısan. Açıq aydın hər kəs bilir ki, Milad bayramı Xristiyanların bayramıdır. Necə bir insan özünə müsəlman dediyi halda Xristiyanların bayramını qeyd edir, təntənəli şəkildə, təbrik edir. Ona görə insan Allahdan qorxmalıdır.
Sonra əziz qardaşlar, bu hədislərin hamısı nəyi göstərir? Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinə nəsihət edərək bildirir ki, yəni bundan qorxmaq lazımdır. Çəkinmək lazımdır və bu əzəmətli böyük günahdır. Şirk ən böyük günahdır, insanın əməlini batil edir. İstər böyük şirk olsun, istər kiçik şirk olsun. Hətta kiçik şirk belə, riya belə insanın əməlini batil edir. Müsəlman bundan çəkinməlidir. Baxın, əziz qardaşlar, şirk elə bir şeydir ki, insanı əbədiyyən cəhənnəmə daxil edir. Hər bir müsəlman diqqət etməlidir. İmam Buxarinin rəvayət etdiyi hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, mən mətə və huvə yəd'u min dunillahi niddən dəxələn nar. Açıq aydın bildirir ki, kim Allahdan başqasını ona tay tutaraq dua edərsə, çağırarsa, cəhənnəmə daxil olar. Yəni, insanlar var ki, cəmiyyətdə Allahdan başqasına üz tutur, dua edir. Və bu cürdə deyəndə ki, olmaz, çəkinmək lazımdır, başlayırlar sənə ad qoşmağa. Yəni, insan əgər Allaha iman gətirmişdirsə, səmimi şəkildə, səmimi qəlbdən, yalnız Allaha əl açmalıdır. Allaha üz tutmalıdır. Bilməlidir ki, onun düşüncəsində, zehnində, təfəkküründə bu olmalıdır ki, hər şeyə qadir olan Allahdır. Hər şeyi idarə edən Allahdır. Hər şeyi verən, yerinə yetirən Allahdır. Necə yəni, insan gedir, Allahı qoyur, başqasından yardım istəyir, kömək istəyir, evlad istəyir, imdad istəyir, şəfa istəyir. Hansı ki, sağlığında heç nəyə qadir deyildi. Bu hədis barəsində alimlər qeyd edirlər ki, bu hədis onu göstərir ki, Allaha ortaq qoşanla cəhənnəm arasında onun yalnız ölümü durur. Öldüyü halda dərhal cəhənnəmə daxil olacaq. Allah qorusun. Bu hədis açıq aydın onu göstərirsə, kim Allaha ortaq qoşursa, Allahdan başqasını Allaha tay tutursa, Allahın uluhiyyətində, rububiyyətində və sifətlərində, adlarında dərhal cəhənnəmə daxil olacaq. Və bu onu göstərir ki, deyir müşrik üçün, müşrik kimdir? Allahdan başqasını Allaha bərabər tutan, ona tay tutan, Allahı qoyub başqasından yardım istəyən, kömək istəyən, şəfa istəyən və Allahdan başqasına tutaraq ona yönələn şəxs, alimlər qeyd edir ki, bu hədis onu göstərir ki, onun cəhənnəmə daxil olması ilə onun arasında ölüm durur. Bunların hamısı, əziz qardaşlar, bizə nəyi göstərir? İnsan bilməlidir ki, şirk insanın əməlini puç edir. İnsan Allahdan qorxmalıdır. Və deyir ki, mümini bu cür hədislər nəyə təhrik edir, nəyə çağırır? Allaha ortaq qoşmaq düşüncəsindən çəkinməyə çağırır. Yəni, mümin qorxmalıdır şirkdən, şirkin təhlükəsindən qorxmalıdır və onun böyük günah olmasını dərk etməlidir. Və öz həyatını elə qurmalıdır ki, o şirkə, o günaha düçar olmasın. Çünki bunu da öyrənməsi lazımdır, bunu da bilməsi lazımdır. Əslində, əziz qardaşlar, əziz müsəlmanlar, hər bir müminin, hər bir müsəlmanın İslamı qəbul edib, İslama daxil olan hər bir kəsin əsas öyrənəcəyi məsələlər olmalıdır. Hətta ona düçar olmasın. Allahın təkliyini öyrənməsi, Allaha ibadət etməyi öyrənməsi və bununla bərabər onun əksini, Allaha ortaq qoşmamağa, hansı əməllər insanı Allaha ortaq qoşmağa aparır? Baxın, səhabələr xeyir əməli öyrənməklə bərabər şər əməli də öyrənərdilər. Hətta ona düçar olmasınlar. Məşhur hədisdir, Hüzeyfə ibn Yəmənin hədisi, Allah ondan razı olsun. Buyurur ki, kənə əshab-ı Rasulullah sallallahu aleyhi və səlləm, Allah Rəsulunun səhabəsi deyir, yəsəlunəhu anil xeyr. Allah Rəsulundan deyir, xeyir barəsində soruşardılar. Və deyir ki, və kuntu əsəluhu anil şərri məxafətuhu. Və mən isə deyir, Allah Rəsulundan şər barəsində soruşardım. Nə üçün? Ondan qorxduğum üçün, ona düçar olmamağım üçün. Ona görə dəyərli qardaşlar, müsəlman gərək bu məsələləri bilsin, öyrənsin, hətta şirkə düçar olmasın. İstər böyük şirk olsun, istər kiçik şirk olsun. İnsan bilməlidir, agah olmalıdır ki, düçar olmasın. Necə ki, qeyd etmişdim, yəni şirk iki növə ayrılır. İstər hədd baxımından, istər hökm baxımından. Necə ki, alimlər qeyd etmişlər. Böyük şirk və kiçik şirk. Böyük şirkin həddi odur ki, Allahdan başqasını, Allahın rububiyyətində,
Rububiyyət hansı anlayışdır? Allahın Rəbliyi, idarə edən olması, hər şeyin hakimi olması, hər şeyi idarə edən olmasında və sonra Allahın ad və sifətlərində Allaha xas sifətlər var. Onu başqasına yönəltmək olmaz. Və həmçinin Allahın uluhiyyətində, uluhiyyət anlayışı nədir? Yalnız Allaha ibadət olan anlayışdır. Tək olan ilaha ibadət etmək. Yəni, Allahdan başqasını Allahın rububiyyətində, uluhiyyətində, ad və sifətlərində tay tutmaq, bu böyük şirkdir. Və kim deyir, bunu edərsə və böyük şirkə düçar olar və həmin şəxs deyir, əbədiyyən cəhənnəmə daxil olar. Çünki insan bilməlidir ki, Allaha xas sifətlər var. İstər bu Allahın rububiyyətində olsun, istər uluhiyyətində, istər sifətlərində olsun. Yəni, bunu başqasına yönəltmək olmaz. Bunu başqasına insan yönəltdiyi təqdirdə mütləq Allaha ortaq qoşmuş sayılır. Və nəticə etibarilə də insan İslam dinindən çıxmış olur. Əbədiyyən cəhənnəmə daxil olmuş olur. İnsan ona görə Allahdan qorxmalıdır. Uluhiyyət, rububiyyət, ad və sifətlər mövzusunda məlumatlı olmalıdır ki, hətta düçar olmasın o günahlara. Kiçik şirkin növünə gələndə isə, necə ki, bu kitab və sünnədə varid olub. Kiçik şirk anlayışı. Və bu da şirk anlayışı olaraq adlanır, lakin böyük şirkin həddinə çatmır. Və bunun da kiçik şirk də odur ki, Allahdan başqasına and içmək və yaxud da ki, söyləmək ki, Allah və sən istədin və yaxud da ki, demək ki, əgər belə olmasaydı, belə olardı və bu kimi sözləri ifadə etmək. Ona görə deyir ki, İnsan hətta bunlardan belə çəkinməlidir. Ola bilər insan qəsd eləməsin və qəsd etmədiyi təqdirdə özü də bilmədən deyir, bu kiçik şirkə bulaşa bilər, düçar ola bilər. Yəni, bu şey belə olmasaydı, o belə olardı, daha yaxşı olardı və bu kimi ifadələri istifadə etmək. İnsan deyir, danışığında qəsd etməsə də belə, yəni bu ehtiyat etməlidir, çəkinməlidir. Lakin hökm etibarına gələndə, bu da yəni müxtəlifdir. Böyük şirk nədir? Böyük şirk insanı əbədiyyən cəhənnəmə daxil edir. Və insan üçün deyir, qurtuluş yoxdur. Fikir verin, böyük şirkə düçar olan insan üçün ölüm olmayacaq cəhənnəmdə. Və əbədiyyən cəhənnəmdə qalacaqdır. Və əbədiyyən cəhənnəmdədir, əzab çəkəcək, Allah qorusun. Lakin kiçik şirkin hökmünə gələndə o isə elə deyil. Yəni, böyük şirkin həddində deyil. Və hökm etibarilə ondan aşağıdır. Lakin, əziz qardaşlar, burada bir məsələ var. Yəni, kiçik şirk olsa da belə, bəzən deyir, bu günahlardan, böyük günahlardan daha böyük sayılır. Nə üçün? Bu barədə Abdullah ibn Məsudun sözü var. Sahabədir, Allah ondan razı olsun. Və onun baxışına, rəyinə əsasən, diqqət edin, nə deyir? Deyir ki, mənim üçün Allahın adı ilə yalana and içmək daha sevimlidir. Nəinki başqasının adı ilə doğru olana and içmək. Fikir verin sözə. Sahabənin bu öz ictihadıdır, baxışıdır. Və mənim üçün deyir, Allahın adı ilə yalana and içmək daha yaxşıdır. Nəinki deyir, başqasının adı ilə olan o doğru olana and içmək. Və burada əsas məsələ nədir? Çünki deyir, Allahdan başqasının adına doğru olaraq and içmək Allaha ortaq qoşmaqdır, şirkdir. Allahın adına yalan and içmək isə böyük günah hesab olunur. Və bu böyük günahdan da böyük günahla şirki müqayisə etmək olmaz. Çünki şirk daha təhlükəlidir. Bu, Abdullah ibn Məsudun görüşüdür, baxışıdır. Və hər bir halda, əziz qardaşlar, insan istər böyük günah olsun, istər kiçik günah olsun, çəkinməlidir. Bilməlidir, öyrənməlidir ki, o günahlara düçar olmasın. Və deyir ki, bu böyük günahdır və məsələ deyir, böyükdür, insan deyir, bilməlidir, öyrənməlidir, hətta deyir, o günaha düçar olmasın. Və deyir, bizim hər birimiz gərək deyir, bu məsələyə diqqət göstərək. İnsanların çoxsu deyir, bu məsələdən deyir, bilgisizdir, məlumatsızdır. Və bilgisiz olduğu üçün də insanların bəzi əməllərində düçar olur, insanlar şirkə bulaşması. Həqiqətdə insanlar cahildirlər, bilmirlər. Məlumatsız olmaqlarından dolayı, bilgisiz olmaqlarından dolayı bəzi
əməllərdə deyir, bu baş verir. Və hansı ki, bəzi insanlar da insanları alladır. Necə alladır? İnsanlara Allahın dinini sanki həqiqi bir İslam kimi çatdırır. Amma insanların bəzisi bilmir həqiqəti və düçar olur. Bəzən günaha düçar olur, şirk əməllərinə düçar olur. Ona görə insan o əməllər ki, insanın əməlini batil edir, çalışıb ondan çəkinməlidir. İstər böyük şirk olsun, istər kiçik şirk olsun. Daim Allaha sığınmalıdır. Böyük şirkdən də, kiçik şirkdən də. Çünki əziz qardaşlar, insan o həyatda müvəqqəti bir ömür içərisində yaşayır. Və əməllərini də elə qurmalıdır ki, ömrünü elə qurmalıdır ki, Allahın razı qalacağı şəkildə yaşasın. Əgər insanın əməllərini puç edən əməllər olsa, o onun əleyhinə olacaq qiyamət günü. Bu böyük şirkə də aiddir, kiçik şirkə də aiddir. Əgər insan əməllərində riya edərsə, insanlara göstəriş üçün edərsə, eşitdirmək üçün edərsə, hətta o etdiyi əməl belə batil olacaq. Allah qorusun. Ona görə daim insan Allahdan istəməlidir ki, Allah onu sabit qədəm etsin və şirkə düçar olmaqdan uzaq etsin və günahları üçün bağışlanma diləsin. Və mən də hər birimizin adından Allahdan istəyirəm ki, bizim hər birimizi öz dini üzərində sabit qədəm etsin və Allah Teala bizə şirkin böyüyündən və kiçiyindən uzaq etsin, qorusun. Allah Teala bütün əməllərimizi ixlaslı etsin. Uca Allah günahlarımızı bağışlasın və bizi daim istiğfar və tövbə üzərində yaşatsın və salih əməllər üzərində yaşatsın. Allahdan istəyirəm bizim və valideynlərimizin günahlarını bağışlasın və zürriyyətimizi salihlərdən etsin. Allah Teala zülmə məruz qalan bütün müsəlmanlara yardım etsin. Allah Teala hər birimizə iman üzərində yaşayıb və iman üzərində ölməyi müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu iləyik.